Boşdan danışaq. Adam həftəyə 3000, 4000 TikTok'dan pul qazanırsa, görün bizim kütlə kimə dəstək olur. Başa, bizim bugün ən böyük problem. Elə bilirsiniz ki, narkotikdən az ziyan verir, babuş və onun kimlər bugün cəmiyyətə. Düzdür, gözəl mövzudur, bəli. Biz bu qədər çarpışırıq. Birisi gəlib sənə deyir ki, ala iç Galenvagen demirəm də, məsələn ki, ala 07'nin açarını sənə verim. Amma necə olur ki, bugün babuş və onun kimlər, bugün qızlaşma bilirsiniz nə qədər, nə bilim, gözəl mövzudur, ay sağ olun. nə bilim, vizaj istəyənlər, nələr. Təkcə bunlar narkotikdən daha, narkotik heç olsa gəlib müalicə edirsən. Bu adamlar deyir ki, mən bununla xoşbəxtəm. Bir neçəsi ilə özüm danışmışam, tənqid eləyəndən sonra mənə geri dönüş eləyiblər. Seyidi xan, bizim sizinlə işimiz yoxdur. Dedim, sənin mənə işi yoxdur, amma sənin mənim oğlumla işim var. Mənim oğlum baxır ki, bu oturduğu yerdə maşının açarını da gətirib verirlər. Nə bilim, hanında bir, bilmirəm, belə bahalı yerlərdə kiməsə ev verirlər, neynirlər. Və bunu eləyən kimdir? Bunu eləyən bizim harınlamış, pullu kişilər də deməyəcəm, sadəcə pullu olanlardır.